Salam əziz izləyicilər. Bugün mən sizinlə bölüşmək istəyirəm qaymaqlı tort reseptini. Qaymaqlı tort üçün lazım olan ərzaqlar: bizə lazımdır pesok, 1 stəkan pesokdur, 1 stəkan undur, biraz süddür, qozdur, qoz ləpəsi, 5 yumurta, vanil, qabartma tozu, kakao, ramaşka, qaymaq, bir də şəkər pudrası. Bunları etap-etap getdikcə mən sizə deyəcəm. Çox gözəl, axıra kimi izləyin. Çox gözəl bir tort alınmalıdır. Yəni bayram süfrənizə də qoya bilərsiniz. Biz əvvəlcə yumurtanın ağını sarısından ayıracağıq. Onu ayrı-ayrı, deməli ağını ayrı, sarısını ayrı qarışdıracağıq.
Deməli, indi biz nə edəcəyik? İndi biz 1 stəkan undur burada. Hansı ki biz ölçü stəkanı, bax belə bu stəkanla ölçmüşük. Deməli, bu undan tökəcəyik. Qofqamızın listi artıq qızıbdır. Bura biraz duru yağ əlavə edirik və biraz da un tökəcəyik ki, biskvitimiz yapışmasın. Duxovka isti halda olmalıdır ki, biskvit orada dibi çox yapışmasın. Həm də duxovkada deməli bişənə kimi biskviti hardasa bir 20 dəqiqə qapısını açıb baxmaq olmaz. Yəni ağzını açıb baxmaq olmaz.
Bunu qazın üzərində qaynayana kimi deməli həll eləyib qaynadacağıq. Lap axıra yaxın isə bir parça şit yağdır. Bax bundan atacağıq ki, onun üzü parıltılı olsun. İndi isə qazın üzərində qoyacağıq ki, qaynasın. Qala şirəsi bax bu cürə görürsünüz qaynayır. Artıq demək olar ki, hazırdır. Yəni qatılaşmalıdır bu biraz. Qatlaşır. Qatlaşanda biz bura deməli həmin bu yağı da atırıq ki, o şokolad şirəsi parıltılı olsun. Və biraz da bununla qalacaq, sonra altını keçirdəcəyik və hazırdır. Hardasa 2-3 dəqiqə. Deməli, bizim biskvitimiz hazırdır. Bax, bu cürə görürsünüz. Çox gözəl bir biskvit alınıbdır. İndi bizdə demək olar ki, hər şey hazırdır. Kremdir, üstünə tökmək üçün şirə, şokolad şirəsidir. Bir də qoz ləpəsidir. Bu isə tortu bunun içərisində biz bəzəyəcəyik, bu qabdır. İndi biz nə edirik? Bu biskvitləri biz deməli bölürük, hamısını xırda yox. İndi baxarsınız razmerinə. Bax, belə gedirik. Bunların hamısı bir-bir deməli kremə batırılacaq və istədiyimiz formada yığa biləcəyik tort qabına. İstənilən tort qabına yığmaq olar, yəni boş qaba da yığmaq olar. Hara istəyirsiniz. Biskvitləri kəsdik, bax bu cürə formada. İndi bunları bir-bir götürüb batıracağıq bura kremə. Və düzəcəyik istənilən formada. Üstü də yenə üstünə də biz qoyanda o da batırılacaq, yəni narahat olmuyor. Deməli, birinci biz cərgəni düzdük, birinci. Və üstünü yenə bu kremdən çəkirsiniz, bax belə. İndi isə burada elə 20 dənə düzmüşük. Yenə 20 dənə də ikinci cərgəyə düzəcəyik, üçüncü cərgəyə, yəni 3 qat olacaq bizdə tortumuz. Yəni, əgər nazik istəyirsinizsə 2 qat da eləyə bilərsiniz. Bunu biraz sahəsini böyütmək olar, 2 qat eləmək olar. İndi isə ikinci cərgəyə başlayırıq. Bu onun ikinci qatıdır. Gördüyünüz kimi yenə də qoyduq, hazır oldu. İndi üçüncü qatına keçirik. Biraz əziyyəti çoxdur, amma çox dadlı tort olur. Artıq gördüyünüz kimi biz deməli qaymaqlı kremlədik bunu. 3 mərtəbəli tort alındı. Formasını yenə dediyim kimi kim necə istəyir, elə də verə bilər. İndi isə bunun üzərinə şokolad şirəsi hazırlamışdıq. Ondan deməli istədiyimiz formada, yəni tökmək lazımdır. Sonra isə qozu səpirik üstünə. Deməli, gördüyünüz kimi şokolad şirəsini tökdük. Yəni, onun qıraqdan axmağının elə bir qorxulu bir şey yoxdur. Yəni, tort ondan dadlı olur. Yəni, istəsəz onu batırıb yemək olar. İndi isə üzərinə qozla biz bəzəməliyik. Qozu da kim necə istəyir. Məsəl üçün, mən forma verərək düzürəm, amma kim istəyir elə belə səpə də bilər. Çox kalorili, həm də çox dadlı bir tortdur. Əsl yeni il deməli yeni il bayramı üçün tortdur, bayram tortudur. Tortumuz artıq bəzəndi. Dediyim kimi, kim nə cür istəyir, elə də bəzəsin. Yəni, burada elə bir istədiyiniz formanı verə bilərsiniz. Və tortumuz hazır. Bu tort haradasa deməli 5-6 saat soyuducuda qalmalıdır. Ondan sonra kəsilib yeyilə bilər. Nuş olsun. Tortumuzu kəsmişik. Bildirin, bax belə. İçərisi bu cürə. Dadı da çox mükəmməl.
məsləhət görərdim ki, əziyyətinə baxmayaraq siz də evdə bişirəsiniz və nuş edəsiniz. Nuş olsun.